Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox önəmli mövzulardan birini, yəni mürəkkəb cümlə anlayışını kəsəcəyik. Elə mürəkkəb cümlə anlayışında tabelsiz mürəkkəb cümlədən başlayaq, sonra növbəti dərslərdə tabelini kəsəcəyik. Yəni videoları izləmədə saxlayın. Məsələ burasındadır ki, tabelsiz mürəkkəb cümlə bu gün məsələn dimin buraxılış proqramında yox idi. Amma qəbul proqramına düşə bilər və yaxud da ki, ümumiyyətlə tabelini anlamaq üçün tabelsizi bilmək lazımdır, tabelini fərqləndirəsən, sadə cümləni bilmək lazımdır. Ona görə də bu izaha baxmaqda sizin üçün fayda var. Gəlin başlayaq izahımıza. Deməli, ilk olaraq nəyi bilmək lazımdır? Sadə cümlə nədir, mürəkkəb cümlə nədir və bunlar arasındakı fərq necə ortaya çıxır? Ən təməl məsələ nədir? Sadə cümlə ilə mürəkkəb cümləni fərqləndirən şey qrammatik əsas anlayışıdır. Qrammatik əsas nə deməkdir? Baxın, mübtəda ilə xəbər arasında olan əlaqələrin sayı qrammatik əsas hesab olunur. Sadə cümlənin bir qrammatik əsası olur. Yəni, belə deyək də, sadə cümlənin bir mübtəda və xəbəri olur. Amma mürəkkəb cümlənin birdən daha çox qrammatik əsası olur. Gəlin, nümunələr üzərində sizə izah edin. Məsələn, biz bazar günü evə getdik cümləsində xəbərimiz hansıdır? Getdik. Kim? Biz. Neçə mübtəda xəbər əlaqəsi var? 1. Deməli, burada bir qrammatik əsasımız var. Ona görə bu sadə cümlə hesab olunacaq. İkinci cümlə. Mən dərs oxuyuram və yazıram. Burada fikir verir nəyə? Oxuyuram. Kim? Mən. Yazıram. Kim? Yenə də mən. Burada da iki xəbərimiz olsa da, hər ikisi bir mübtədaya aid olduğu üçün yenə də bunu bir qrammatik əsas götürürük. İki qrammatik əsas nə zaman olur? İki ayrı mübtəda xəbər əlaqəsi və daha çox ayrı mübtəda xəbər əlaqəsi olduğu zaman. Amma burada, məsələn, 10 dənə xəbərim də olsa, onu da bir mübtədaya aid olsa, bu sadə cümlədir. Məsələn, Sona xala evə gəldi, qabları yudu, evləri təmizlədi, uşaqları, məsələn, gəzməyə apardı. Burada gələn də, yuyan da, təmizləyən də, aparan da Sona xala olduğu üçün avtomatik olub sadə cümlə olur. Yəni, bir qrammatik əsas hesab olunur. Belə, təməl fərq budur. Yəni, bu sadə cümlənin əsas strukturudur. Gəlin, mürəkkəb cümlədə qrammatik əsas məsələlərinə baxaq. Deməli, mürəkkəb cümlədə dediyimiz kimi, 2 və 2-dən çox qrammatik əsas olur. Məsələn, mən dərs oxuyuram, o yazır. Burada oxuyuram kimdir? Kimidir oxuma prosesi? Mən. Yazan kimdir? O. Baxın, bir qrammatik əsas budur, çünki ayrı-ayrı mübtəda xəbər əlaqəsində bu xəbər bu mübtədanındır. Bir qrammatik əsasımız da budur. Yəni, 2 dənə qrammatik əsasım var. Avtomatik olaraq bu mənim üçün olacaq mürəkkəb cümlə. Tabeli, tabis mürəkkəb cümləni ayrı keçəcək. Siz hələ sadə ilə mürəkkəbin fərqinə fikir verin, ondan sonra həmin mövzulara gələcək. İndi təməl belə bir sual yaranır. Məsələn, Əli və Ramin məktəbə getdilər, dərs oxudular. Burada məsələn sadə cümlədir, yoxsa mürəkkəb cümlə? Sadə cümlə götürəcək. Niyə? Çünki Əli və Ramin 2 dənə mübtəda yanaşı olsa belə, getmək prosesində hər ikisi icra edir, oxumaq prosesində hər ikisi icra edir. Və ona görə də bu sadə cümlədir və qrammatik əsas olaraq bir götürürük. Çünki əgər bu getmək prosesini Əli, oxumaq prosesini Ramin izah eləsəydi, bəli, bu olacaqdır mürəkkəb cümlə. Amma hər ikisi, məsələn, belə deyək də, hər iki xəbər bir mübtədanı və yaxud da ki, hər iki mübtəda bir xəbəri izah edirsə, sadə cümlə götürəcəksiniz. İndi isə gələk mürəkkəb cümlənin özü anlayışına. Biz bildik ki, mürəkkəb cümlədə 2 qrammatik əsas olur. Yəni, mübtədalar xəbərlərinin ayrı-ayrı əlaqəyə girir. Mürəkkəb cümlə özü də 2 yerə bölünür. Bir var tabesiz mürəkkəb cümlə, bir də var tabeli mürəkkəb cümlə. Bunların fərqi nədir izahda? Deməli, tabesiz mürəkkəb cümlədə tərəflərin biri digərinə tabe olmur. Adı üstündə tabesizdir. Hər ikisi müstəqil cümlədir. Yəni, birini çıxaranda digərinə belə ciddi xələl gəlmir. Tərəfləri isə vergül və tabesizlik bağlayıcıları ilə bağlanır. Məsələn, nümunəmizə fikir verək. Qapı açıldı, külək əsdi. Burada açıldı nə? Qapı, əsdi nə? Külək. Mürəkkəb cümlədir. Baxıb görürəm ki, hər ikisi müstəqildir. Belə qoyub onu da oxuya bilərəm. Və yaxud da bunun qabağını alıb bunu da rahat oxuya bilərəm müstəqil şəkildə. Sadəcə bunlar birləşəndə bir əlaqələnmə yaranır ortada. Bir də bir şey yadda saxlayaq. Tabesiz mürəkkəb cümlənin tərəfləri yoxdur. Bir tərəf budur, bir tərəf də budur. Bunlar arasında tabesizlik əlaqəsi var. Tamam mı? Yəni, sizə desək ki, bu cümlədə neçə əlaqə var ümumiyyətdən? Qapı açıldı uzlaşma, külək əsdi uzlaşma, bir də bu cümlə ilə bu cümlə arasında da tabesizlik əlaqəsi götürəcəksiniz. Bunu o əlaqələri daha yaxşı anlamaq üçün
digər videolara müraciət edin, orada əlaqələri biz izah eləmişik. Yəni tabesiz mürəkkəb cümlənin strukturu necə oldu? Biri digərinə tabe olmur. İndi isə bəs tabeli mürəkkəb cümlə necə olur? Tabelikdə isə tam tərsinədir. Bizim bir cümləmiz digər cümləmizə tabe olur. Ondan asılı halda olur. Məsələn, mən oxudum ki, universitetə daxil olum cümləsindən fikir verək. Burada mən bunun qabağını tutub, mən oxudum ki deyib dayana bilmərəm. Yəni burada bir asılılıq var. Mən oxudum kidən sonra bu tələb edir ki, bundan sonraki cümlə gəlsin. Demək, aralarında bir tabelilik əlaqəsi var. Ona görə də biz buna deyirik ki, bu tabeli mürəkkəb cümlə. Çünki biri digərindən tabedir. Biri əsas, digəri asılıdır. Yəni ona görə də tabeli mürəkkəb cümlələr əsasən baş cümlə və budaq cümləyə bölünür. Yəni tabeli mən bugün burada izah eləməyəcəm, çünki mövzumuz tabesiz mürəkkəb cümlədir. Sadəcə anlayış olaraq deyirəm. Növbəti videoda tabelinin izahı gələcək. Orada təfərrüatlı izah eləyəcəm bu niyə tabelidir və tabelini necə tapırıq. Tabesiz mürəkkəb cümlə üzərində duraq. Baxın, tabesiz mürəkkəb cümlə bizə testdə düşən əsas məsələlər bu məna növləridir. Yəni burada 6 dənə məna növü var. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə, ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə, səbəb nəticə əlaqəli, aydınlaşdırma əlaqəli, qarşılaşma bir də bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrimiz var. Və sənə bir cümlə verir. Məsələn, deyir ki, hansında zaman əlaqəli tabesiz mürəkkəb cümlə var? Variantlara baxıb yazmalısın. Gəlin onlara bir-bir baxaq və görək hansı, necə müəyyən edilir. Əslində çox sadədir bu mövzu. Sadəcə biraz başa düşmək lazımdır. Məsələn, zaman əlaqəli tabesiz mürəkkəb cümlədə mənim cümləmdə hadisələr eyni zamanda baş verməlidir. Yəni biri indi, biri bundan sonra yox. Tamam mı? Yəni eyni zamanda proses olmalıdır və mürəkkəb cümlə olmalıdır. Əsas fərq budur. Bir də həmin cümlədə zaman əlaqəli də cümlələrin orta hissəsini eyni zamanda ifadəsini artıra bilərsən. Gəlin cümlələr üzərində daha rahat başa düşək. Məsələn, deyirəm ki, uşaq yazı yazır, eyni zamanda anası evi təmizləyirdi. Baxın, uşağın yazı yazması ilə anasının evi təmizləməsi eyni zamanda mı baş verir, yoxsa biri digərindən sonra? Cümləyə görə eyni zamanda. Uşaq oturub yazısını yazır, anası da böyürdə evi təmizləyir. Bu zaman əlaqəlidir. Həm də ortasında mən eyni zamanda ifadəsini rahat artıranda məna pozuntusu yaşanmır. İkinci tutmalı olduğum məqam nədir? Əgər inkar bağlayıcısı sənin mürəkkəb cümləndə varsa, bu da əksər hallarda zaman əlaqəli tabesiz mürəkkəb cümlə götürülür. Məsələn, nə o danışırdı, nə də bu susurdu. Yəni burada da zaman əlaqəsi var. Çünki onun danışması, bunun susması da eyni zamanda baş verir. Yəni daha çox inkar bağlayıcılarla işlənir bu cümlələr. Bir də insanın o ruh halları var. Məsələn, bir acı yaşayanda, bir sevinc yaşayanda bədənində keçirdiyi ruh halları. Bunlar da tabesiz mürəkkəb cümlə hesab olunur. Əgər mübtəda xəbərlər ayrı-ayrıdırsa. Məsələn, Akifin səsi tutuldu, rəngi dəyişdi, dodağı titrədi. Tutuldu, nə Akifin səsi dəyişdi, nə rəngi titrədi, nə dodağı. Mürəkkəb cümlədir. Səndən soruşur ki, bu tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsidir? Baxın, görürsən ki, burada insanın bir ruh halının təsviri var da. Məsələn, səsin tutulması, rəngin dəyişməsi, dodağın titrəməsi, bunlar da eyni zamanda baş verir. Bəzən şagird fikirləşir ki, müəllim, ola bilsin ki, birinci səsi tutulub, sonra rəngi dəyişib. Elə götürmürük uşaqlar. Yəni, burada sən avtomatik olaraq bunu zaman əlaqəsində götürmək zorundasan. Bir də təbiət hadisələri var. Məsələn, deyirəm ki, mən çıxdım, məsələn, o pəncərə önünə çıxanda günəş açılmış, malqara həyətə səpələnmiş. Eyni zamanda da, məsələn, deyirəm ki, toyuqlar isə öz yerlərinə keçmişdilər. Bax, burada bir təbiət təsviri var. Təbiət təsvirlərdə tabesiz mürəkkəb cümlə, zaman əlaqəli tabesiz mürəkkəb cümlə götürülür. Yəni, zaman əlaqəsində bu dediyim məqamlara fikir versəz, yəni, testlərin öhdəsindən bir 95% hallarda gələ bilərsən. Yəni, bu xırdalıqlara baxmaqla. Sonra ikinci məna növü ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir. Belə cümlələrdə hadisələr bir-birinin ardınca baş verir. Yəni, zaman əlaqəsində eyni zamanda baş verirsə, ardıcıllıqda birinci bu olur, bundan sonra digəri olur. Və ikinci cümlədən əvvəl sonra sözünü artıra bilirsən. Məsələn, zamanda eyni zamanda sözünü artırırdım. Burada isə sonra sözünü. Məsələn, maşın dayandı, sonra qapılar açıldı. Baxın, bu eyni zamanda ola bilməz. Çünki birinci maşın dayanmalıdır ki, qapını açmalısan. Yəni, hansı dəli maşın gedə-gedə qapını aça bilər. Sən bu şizofren olmalısan, ya da ki, psixopat olmalısan. Ona görə burada ardıcıllıq olduğu üçün bu ardıcıllıq əlaqəsidir. Sonra, qonaqlar içəri daxil oldular, hamı yerinə keçib əyləşdi. Bax, birinci qonaq içəri daxil olmalıdır ki, sonra əyləşsin yerinə. Yəni, mümkün deyil, sən içəri daxil olmağın yerinə əyləşmək eyni zamanda baş versin. Ona görə bu da ardıcıllıqdır. Sonra marşrut dayandı, sərnişinlər marşrutda mindilər. Birinci marşrut dayanmalıdır ki, sonra sərnişin minməlidir. Bu da ardıcıllıqdır. Bundan sonra gələn cümləmiz səbəb nəticədir. Bu ardıcıllığa çox bənzəyir. Çünki səbəb nəticə nədir? Belə cümlələrdə birinci tərəf hadisənin səbəbi olur. İkinci cümləmiz isə onun nəticəsi kimi ortaya çıxır.
əsas nəticəsi kimi. Məsələn, yağış yağdı, yollar palçıq oldu. Bax əzizim, birinci düzdür, burada ardıcıllıq var. Birinci yağış yağır, sonra yol palçıq olur. Amma belə bir sual verim sənə. Yolun palçıq olmasının əsas səbəbi nədir? Yəni bu yol niyə palçıq oldu bu cümləyə görə? Çünki yağış yağdı da. Sən deyə bilərsən ki, mənim ola bilsin ki, uşaq yola su səbəb yol palçıq olur. Axı o cümlədə uşaq qeyd olunmayıb, burada yağış qeyd olunub da. Ona görə də sən bu cümlədən kənarda özün üçün ssenarilər yazma. Bu cümlədə yolun palçıq olmasının səbəbi kimi yağışın yağması verilibsə, deməli bu səbəb nəticədir. Sonra işıq söndü, film yarımçıq qaldı. Filmin yarımçıq qalma səbəbi nədir? İşığın sönməsi. Bu da səbəb nəticədir. Qapı döyüldü, uşaq ağlamağa başladı. Yenə də uşağın, bu yetimin ağlamasının səbəbi nədir? Qapının döyülməsi. Ata danışdı, oğlan həqiqəti başa düşdü. Bu oğlanın həqiqəti başa düşməsinin əsas səbəbi nədir? Atanın danışması. Hə, sən bunu ardıcıllıqla necə edə bilərsən ki, qarışdırmayasan? Baxın, bu çoxlu metodlar falan deyilir, amma yenə də uşaqlar anlamağa çətinlik çəkirlər. Belə deyim də sizə. Cümləyə əsasən, sənin ikinci cümlən budur da, elə deyilmi? Sənin ikinci cümlənin əsas səbəbi birinci cümlə olmalı. Yəni, əsas səbəb. Yolların palçıq olmasının əsas səbəbi nədir cümləyə görə? Yağışın yağması. Bəs salam, bu səbəb nəticədir. Amma ardıcıllıqda elə deyil. Məsələn, ardıcıllıqda əsas səbəb birinci cümlə olmur. Məsələn, sərnişinlər marşruta mindilər, sənin ikinci cümləndir. Bunun əsas səbəbi marşrutun dayanması deyil. Sərnişinlərin marşruta minməsinin əsas səbəbi harasa getmək istəmələridir. Məsələn, ola bilsin ki, bu sərnişin məktəbə getmək istəyir. Ola bilsin ki, bu sərnişin universitetə getmək istəyir. Ona görə marşrutdan minir. Marşrut ikinci dərəcəli səbəbdir. Yəni, ikinci dərəcəli səbəb kimi gördünsə, o ardıcıllıqdır. Əsas səbəb bu olsaydı, bəli, o artıq avtomatik olaraq səbəb nəticə olardı. Sonra, məsələn, qonaqlar içəri daxil oldular, hamı yerinə keçib əyləşdi. Baxın, hamının yerinə keçib əyləşməsinin əsas səbəbi içəri daxil olmaları deyil ki, qonaqlığa gəliblər də yerinə keçib əyləşirlər də. Yəni, belə bir anlayış yoxdur ki, içəri daxil olan mütləq yerinə keçib əyləşməlidir. Ola bilsin ki, mən ayaq üstə qalmaq istəyirəm. Ona görə də bu da ardıcıllıqdır. Maşın dayandı, sonra qapılar açıldı da ardıcıllıqdır. Yenə də deyirəm, sizin əsas köməyinizə çatacaq şey nə olacaq? Əsas səbəb məsələsi. Yəni, ikinci cümlənin əsas səbəbi birinci cümləsi, yəni ikinci alternativ orada yoxdursa, o səbəb nəticədir. Amma əsas səbəb o deyilsə, başqa səbəblər də varsa, o avtomatik olaraq ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə götürüləcək. Bunu yadda saxlayaq. Sonra gəlirik aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümləyə. Bu ən asandır budur. İkinci cümləmiz burada birinci cümləmizi aydınlaşdırır, onun mənasını daha aydın başa salır. Məsələn, heç kim sinifdə yox idi, uşaqlar çıxıb getmişdilər. Mən heç kim sinifdə yox idi deyirəm, ikinci cümlənin bunun mənasını daha da aydınlaşdırıram deyə. Bu aydınlaşdırma əlaqəsi olur. Amma bunu ən rahat yolu nədir? Aydınlaşdırma əlaqəsini həmişə ortada ya qoşa nöqtə, ya da nöqtəli vergül qoyulur. Niyə bəzən qoşa nöqtə, niyə nöqtəli vergül olur? Əgər ikinci cümləndə vergül yoxdursa və yaxud da yəni bir komponent varsa nöqtədə xəbər, bu zaman qoşa nöqtə qoyacam. Yəni belə deyək də, qoşa nöqtədən sonra gördük qısa cümlədə, bir cümlədə vergül çox istifadə olunmayıb, orada qoşa nöqtə. Amma nöqtəli vergül o vaxt qoyulur ki, sən bundan sonraki cümləndə əlavə vergül olsun, bu zaman nöqtəli vergüldən istifadə edəcəm. İndi kimi testdə yəni bunun üçün buna aid xüsusi bir test salmayıblar deyə, yəni çox vacib məqam deyil. Amma ən vacib məqam burada budur ki, sən əgər iki cümlə arasında bunu görsən, iki cümlə arasında, hər yerdə yox, ola bilsin ki, sadə cümlədə, məsələn, ümumiləşdirici sözün qoşa nöqtəsidir o. Yəni, ondan fikir vermir. İki mürəkkəb cümlə arasında sən o qoşa nöqtəni görsən, bu aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlədir. Daha sonra, qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümləyə fikir verək. Burada iki hadisə bir-birindən qarşı-qarşıya qoyulur, qarşılaşdırılır və bir-birinə zidd əks olur. Məsələn, mən oxumasını dedim, o oxumadı. Burada bir ziddiyyət var da. Mən o yetimə demişəm ki, oxu, o nə edib? Oxumaq istəməyib. Bir-biri toqquşur fikirlər. Qarşılaşdırma əlaqəsi götürürsən. Anası onu dükana göndərdi, amma getmədi. Burada da ziddiyyət var da, qarşılaşdırma götürülür. O çox qaradır, mən isə ağam, Allah bəla versin. Burada da bir dənə ziddiyyətli məqam var, ona görə qarşılaşdırmadır. Topluda məsələn, testdə düşən şeir tiplərinin çoxu da qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlə olur. Məsələn, orada bir şeir məzmunu belədir ki, məsələn, mən gündə 10 dəfə qapıva gələrdim, sən isə bir dəfə mənə hə demədin. Burada bu yazıq yetim 10 dəfə adamın qapısına elçiliyə gedib, o isə bir dəfə hə cavabını verməyibsə, deməli fikirlər neyini? Toqquşur bir-birindən, ziddiyyət var ortada. Yəni, bir-birinin negativdir, başa düşürsünüzmü? Ona görə bu qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə götürülür və bu demək olar ki, çox sadədir, yəni elə çətinliğiniz olmayacaq. Gəldik biz sonuncu məna növünə bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləyə. Burada necə olur? Deməli,
Bölüşdürmə ilə əlaqəli tabisi mürəkkəb cümlədə baş verən hadisələr ya bölüşdürülür, ya da ki ikisindən birinin mümkünlüyü qeyd olunur və bunu tapmanın rahat yolu bölüşdürmə bağlayıcılarına fikir verməkdir. Yəni bölüşdürmə əlaqəsində əksər hallarda ya da, gah da ki tipli bağlayıcılardan istifadə olunur. Və dediyim kimi hadisələr ya bir-birini əvəz edir. O zaman əvəz edəndə gah-gahdadan istifadə edirəm. Ya da hadisələrin yalnız birinin mümkünlüyü ifadə olunur. O vaxtda mən ya-dadan istifadə edirəm. Gəlin cümləmizə fikir verək. Məsələn, deyirəm ki, gah yağış yağır, gah külək əsir, gah da günəş çıxırdı. Deməli, gah-gahdadan istifadə edəndə bu hadisələr birini əvəz etmiş olur avtomatik olaraq. Yəni, yağış da yağır, külək əsir, ondan sonra günəş çıxır. Bölüşdürmə əlaqəsi götürəcəksən. Hardan bildim? Buradan tutdum. Amma ya-dan istifadə edəndə isə, məsələn, deyirəm ki, ya sən bizə gələcəksən, ya da biz sizə gedəcəyik. Burada avtomatik olaraq hadisə birini əvəz eləmir. İki hadisədən birinin mümkünlüyü burada mümkündür sadəcə. Məsələn, ya sən bizə gələcəksən, ya da biz sizə gələcəyik. Burada ikisi də eyni zamanda ola bilməz. Yəni, bu ikisindən biri mümkün olmalıdır. Və mən ya-danı görəndə yenə də bunu bölüşdürmə götürürəm, amma bu ikisi arasında fərqə fikir verin də. Ya-nı görsəz, ikisindən biri mümkündür. Gahı görsəz, hadisələr birbirini əvəz edir. Testdə belə məqamlar düşür. Diqqətli olmaq lazımdır. Gəlin nümunələrimizə baxaq indi son olaraq. Yəni tabisi mürəkkəb cümlə çətin bir şey deyil. Yəni bunlardır. Sadəcə olaraq siz orada ardıcıllıqdır, səbəb, nəticədir, bölüşdürmə, xırda məqamlardır. Onlara fikir verin. Zamana fikir verin. Gəl cümlələrə baxaq. Uşaqlar oynayır, valideynlər əylənirlər. Eyni zamanda baş verir də burada. Yəni uşaqlar birinci oynasın, sonra valideyn əylənsin deyə bir anlayış yoxdur. Zaman əlaqəsi götürürsən eyni zamanda olduğu üçün. Qapı açıldı, qonaq içəri daxil oldu. Yəni ardıcıl baş verir də bu prosesi, ardıcıllıq götürürsən. Külək əsir, toz yolu bürüdü. Tozun yolu bürüməsinin əsas səbəbi nədir? Birinci dərəcəli səbəbi. Küləyin əsməsidir cümləyə görə. Ona görə səbəb nəticədir. Kənd boş idi, hamı getmişdi. Qoşa nöqtə var, aydınlaşdırmadır. Mən gəldim, o gəlmədi. Ziddiyyət var, qarşılaşdırmadır. Bir də qarşılaşdırma əlaqəsində hökmən deyil, antonim sözlər işlənsin. Mənalarında da bir-birinə ziddiyyət varsa, o da qarşılaşdırma götürüləcək. Sonra, gah ağlayır, gah gülür, gah var. Bu da bölüşdürmədir. Belə, yəni qısa konkret yolları budur. Sadəcə olaraq sən bu qaydalar tətbiq edin, diqqətli ol. Deməli, nəyə də diqqətli olmalısan? Mübtəda xəbər əlaqələrində. Məsələn, oynayır kim? Uşaqlar. Əylənirdilər kim? Valideynlər. Görürəm ki, ayrı-ayrı mübtəda əlaqəsi var. Bu mürəkkəb cümlədirsə, deməli, bəli, zaman əlaqəli tabisi mürəkkəb cümlə götürə bilərəm. Sadə cümlə olanda götürməyəcəm. Məsələn, belə bir cümlə ola bilərdi burada. Uşaqlar oynayır və əylənirdilər. Burada oynayan da uşaqdır, əylənən də uşaqdır. Bu, sadə cümlədir. Çünki iki xəbərimiz bir mübtədaya bağlanır. Amma belə cümlələr, bəli, mürəkkəb cümlə olaraq götürəcəksiniz. Ümid edirəm, başa düşdünüz. Başa düşməsəz də suallarınızı əlaqə nömrəsinə zəng vurub soruşa bilərsiniz, yazıb soruşa bilərsiniz. Videonu bəyənməyi, növbəti videoları keçib izləməyi, kanala abunə olmayı yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək.